Biri sənətdir, biri ilahiden gelen fitri duygu. Əslində bu iki anlayışın ikisi de bir-birində əriyib itə bilir. Bir var aşık, bir de var aşık. Sinəsinə saz götürüb 3-4 hava öyrənməklə bəlkə hər kəs elə aşık adlana bilər. Amma əsl aşık olmaq üçün gərək ən əvvəl mütləq aşık olasan. Özünü unudacaq qədər valehliklə sözün, sənətin, ülvi, saf hissilərin əsiri ola biləsən. Dədə Ələsgər həm əsl aşık idi, aşıqlar aşığı idi, həm də gerçək aşık. Və hər kəs bilsin, yaddaşına həkk eləsin deyə, yaxşı aşık olmağın, əsl aşık olmağın düsturunu, qızıl qaydasını da mirvari, inci sözlərlə misralara düzmüşdü. Aşık olub tərk vətən olanın, əzəl başdan pür kəmalı gərəkdir. Oturub durmaqda ədəbin bilə, mərifət elmindən dolu gərəkdir. Xalqa həqiqətdən mətləb qandıra, şeytanı öldürə, nəfsin yandıra, el içində pak otura, pak dura, dalısınca xoş sədası gərəkdir. Aşıq Ələsgər yadigar qalan qoşqularıyla, dastanlarıyla, haqqında söylənən rəvayətlərlə elə qədim görünür ki, sanki Dədəm Qorqud əyyamlarının adamıymış. Ancaq təqvim onu az qala müasirimiz kimi təqdim eləyir. 1821-ci ildə doğulub, 1926-cı ildə dünyadan köçüb. İndinin ahılları, qocaları cavan vaxtlarında Ələsgəri görüb eşitmiş adamların canlı xatirələrini dinləyə bilirdilər. Və Ələsgər onlar üçün elə əl çatacaq qədər yaxın idi. O müstəsna ustad, saz söz sənətimizin tarixinə misilsiz möhürünü vurmuş Göyçəli Ələsgər elə həmişə belə də qalacaq. Günümüzün içərisindən boylanırmış kimi müasir, zamanın, əsrlərin ən uzaq qatlarından surəti, sözləri sayrışan ulular ulusu kimi. İyulun 17-sində saat 21:30-da və iyulun 19-da saat 23-də səslənəcək axşam görüşləri böyük Aşıq Ələsgərə həsr ediləcək.